düşüncəsi, yanaşması, görürsən ki, sanki daha uzaq görməyə hesablanan bir yanaşması var Turalın. Gəncdir, səhv elə bilər, şəxsi həyatını bilmirəm də, oralarla qarışmamı bilmirəm. Yəni, qəribə gülüşüm var sifətində, ona görə çözə bilmirəm ki, bunu... Tural biraz çox kövrəkdir də, tənqid olunan kimi dərhal ürəyinə salır. Mən Turala tövsiyə eləyərdim ki, bu baxımdan hər tənqidi ürəyinə salır. Döyəcək də, yəni o da gəncdir, yəni sentimentaldır, rayondan gəlib, yəni o rayon həyatının kövrəkliyinin ruhunda daşıyır da, o indi hal-hazırda. Onu qınamaq da olmur. Əsas sentimental həssas insanlar, gözəl insanlar olurlar. Yəni gözəl demək nisbi təbii ki, hər kəsinə görə yaxşıdır, amma yəni pis insan olmur da, ondan pislik gözləmirsən. Amma Tural da belə deyim, son illər kim qədər Tural qədər artırıb Azərbaycan çempionatında belə deyək. Yəni ötən mövsüm müdafiəsi olaraq 10 civarında qol vurmuşdu. Yəni çox yaxşı bir göstəricidir. Yəni oyun planında belə deyim, sola winger qoyursan oynayır, sağ müdafiəsi qoyursan oynayır, sola qoyursan oynayır. Yəni Qurbanın rotasiyasında Tural çox önəmli rol oynayır.